Şiəlik məzhəbi necə yarandı? 632-ci ildə Məhəmməd Peyğəmbərin vəfatından sonra İslam dünyasının liderinin kimin olacağı barədə xeyli fikir ayrılığı baş verdi. Bu fikir ayrılığı İslamda bir çox məzhəbin yaranmasına səbəb oldu. Əbu Bəkir xəlifə olaraq elan olunmasından sonra bəzi müsəlmanlar Həzrət Əlinin evinə yığışaraq ona dəstək olmağa başlayır. Əlinin tərəfdarlarının sayı günü-gündən artır. Bu isə Əbu Bəkiri narahat edir. Lakin Əli xeyli sayda tərəfdarın olmasına baxmayaraq üsyan etmir və Əbu Bəkirin xəlifəliyini qəbul edir. Bu hadisə Əlinin tərəfdarları haqsızlıq olaraq qəbul edirlər və yeni məzhəbin yaranmasına səbəb olur. Özlərini Şiətül Əli, yəni Əlinin tərəfdarları adlandırırlar. İlk xəlifə Əbu Bəkir 2 il, ikinci xəlifə Ömər 10 il, üçüncü xəlifə Osman isə 12 il İslam dünyasına rəhbərlik edirlər. Xəlifə Osmanın hakimiyyəti dövründə Əməvilər sülaləsinə dövlət içərisində yüksək vəzifələr verilir və bu yerli əhalinin narazılığına səbəb olur. Özünə qarşı etirazları görən Osman bir neçə elçini ölkənin fərqli bölgələrinə göndərir. Elçilər xalq arasında gəzərək Osmana olan münasibəti öyrənir və ona məlumat verirlər. Elçilər xalqın onun idarəçiliyindən razı olduğunu qeyd edirlər, lakin Misrə göndərilən elçi geri gəlmir və onun öldürüldüyü ehtimal olunur. Belə ki, bir müddət sonra Misirdə Osmana qarşı üsyan baş verir. Üsyan get-gedə ölkənin bir çox əyalətlərinə yayılır. Üsyançılar Həzrət Əlinin yanına gələrək onu Osmanın yerinə xəlifə olmağı təklif edirlər, lakin Əli bu təklifi qəbul etmir. Üsyanın əhatəsi hər gün daha da genişlənir və onlar Osmanın evini mühasirəyə alırlar. Xəlifə Osmanın yaxın qohumu olan Suriya valisi Muaviyə ordu göndərərək üsyanı yatıra biləcəyini bildirir. Lakin Osman müsəlman qanı axıtmaq istəmədiyini bildirərək təklifi qəbul etmir. 656-cı ildə iki üsyançı gizlicə xəlifənin evinə girir və onu Quran oxuyan yerdə xəncərlə öldürürlər. Osmanın ölümündən sonra 4-cü İslam xəlifəsi Əli olur. Lakin başda Muaviyə olmaqla bir neçə vali Əlinin xəlifəliyini qəbul etmir. Üstəlik Muaviyə Suriyada Əməvi dövlətini qurduğunu elan edir. Əlinin xəlifəliyini qəbul etməyənlərdən biri də Peyğəmbərin 3-cü həyat yoldaşı Ayşə idi. O Əlini Osmanın qatillerini tapmaq üçün səy göstərməməkdə ittiham edirdi. Lakin əslində məsələ Ayşənin düşündüyü kimi deyildi. Həzrət Əli üsyanı tam yatırmaq və daha sonra Osmanın qatillerini tapmaq istəyirdi. Lakin Ayşə Əli qədər səbirli deyildi və Əliyə qarşı 20 minlik ordu ilə üsyan başladır. İslam dünyasında ilk dəfə daxili münaqişə baş verir. Bu hadisə tarixə ilk fitnə olaraq daxil olur. Tarixdə Cəməl döyüşü kimi düşən bu döyüşdə Əlinin ordusu qalib gəlir. Ayşə isə qadınlardan ibarət bir qüvvə ilə Mədinəyə göndərilir. Daha sonra Əli Muaviyəyə elçi göndərərək biət etməsini istəyir, lakin Muaviyə biət etməyi qəbul etmir. Bundan sonra Əli həm dəstəkçilərinin sayının çox olması, həm də Şama daha yaxın olmasına görə paytaxtı Mədinədən Kufəyə köçürür. Burada topladığı 100 minlik ordu ilə Suriya üzərinə hücum edir. Muaviyə ilə Əli 3 ay boyunca müharibə edirlər, lakin heç bir tərəf tam qələbə qazana bilmir. Muaviyə Əliyə elçi göndərərək döyüşün sonucunu təyin etmək üçün hakim müəyyənləşdirməyi təklif edir. Əli bu təklifi qəbul edir, lakin bəzi tərəfdarları buna qarşı çıxırlar. Bu məsələyə qarşı çıxan 6000 nəfər ordugahdan ayrılır. Onlar daha sonra xaricilər adlandırılırlar. Həzrət Əli onların ardınca gəlir və yenidən onun tərəfinə keçmələrini istəyir. 3000 nəfər yenidən Əlinin tərəfinə keçir. Lakin 3000 nəfər isə qərarlarından dönmür. Bundan sonra iki tərəf arasında döyüş baş verir. Xaricilərin demək olar ki, hamısı döyüş meydanında ölür. Yalnız 10 nəfər qaça bilir. Döyüşün nəticəsini təyin etmək üçün toplanan hakimlər arasında da fikir ayrılığı baş verir. Belə ki, hakimlərdən bir qismi Muaviyənin xəlifə olmasını istəyir, bir qismi isə Əlinin xəlifəliyinin tərəfdarı olur. Bu da İslam aləminin iki hissəyə bölünməsinə səbəb olur. 660-cı ilə qədər Muaviyənin nüfuz etdiyi ərazilər genişlənir. Əlinin əraziləri isə azalırdı. 661-ci ildə Əli 40 min nəfərlik ordu ilə yenidən Muaviyənin üzərinə hücuma hazırlaşır. Ancaq bir gün səhər evindən çıxarkən bir xarici tərəfindən zəhərli oxla vurulur və 2 gün sonra şəhid olur. Əlinin ölümündən sonra İslam torpaqlarını ələ keçirən Muaviyə Əməvi dövlətini qurur və özünü yeni İslam xəlifəsi elan edir. Lakin şiələr, yəni Əlinin tərəfdarları onun böyük oğlu Həsənə biət edərək onu yeni xəlifə elan edirlər. Bundan xəbər tutan Muaviyə 60 minlik ordu ilə Kufəyə doğru irəliləyir. İki ordu Bağdad yaxınlığında qarşı-qarşıya gəlir. Aralarında bir neçə döyüş baş versə də heç bir tərəf tam qələbə qazana bilmir. Döyüşərək qələbə qazana bilməyəcəyini başa düşən Muaviyə Həsənə elçi göndərir və sülh təklif edir. Həsən onun təklifini qəbul edir. Sülhün şərtlərinə görə Həsən Muaviyəyə biət edəcək. Bunun qarşılığında isə Həzrət Əli haqqında pis söz danışılmayacaq, Muaviyə öldükdən sonra isə xəlifə Həsən olacaqdır. Bundan sonra Həsən ailəsi ilə birgə Mədinəyə gedir və siyasətdən uzaq sadə bir həyat yaşamağa başlayır. Ancaq bir müddət sonra Həsənin varlığından narahat olan Muaviyə onu zəhərləyərək öldürtdürür.
Bu xəbər Küfəyə çatanda şiələr Həsənin qardaşı Hüseynə atası və qardaşının intiqamını almaq üçün ondan əmr gözlədiklərini yazan bir məktub göndərirlər. Lakin Hüseyn Müaviyyənin ölümünə qədər xəlifə olmaq üçün heç bir addım atmır. Əksinə fitnə törətmək istəyənlərin qarşısını alır və Mədinədə qalaraq ibadətlə məşğul olur. 680-cı ildə Müaviyyə ölür və oğlu Yezid özünü xəlifə elan edir. Bunu eşidən Mədinəlilər üsyan başladırlar. Həzrət Hüseyn də bu qərarı qəbul etmir və bir neçə adamı ilə birgə Məkkəyə gedir. Hüseyn yaxın adamlarından olan Müslümü Küfəyə göndərir. Müslüm cəmi bir gündə 30 min nəfərin Hüseynə biət etdirə bilir. Bunu eşidən Yezid Müslümü öldürmək üçün Küfəyə adam göndərir və onu öldürürlər. Bu hadisələrdən xəbərsiz olan Hüseyn ailəsi ilə birgə Küfəyə gedir. Yolda Əməvilər tərəfindən onun önü kəsilir və ad susuz qalması üçün Kərbəlaya tərəf yönəldirlər. Hüseyn tərəfdarları ilə birgə Kərbəla yaxınlığında ordugah qurur. Yezid 30 minlik ordusu ilə həmin ərazini mühasirəyə alır. O Hüseynin yanına elçilər göndərir. Hüseyn isə mühasirənin qaldırılmasını və ailəsi ilə birgə İraqdan ayrılmasına şərait yaradılmasını istəyir. Lakin Yezidin adamları onun təslim olmasını istəyirlər. Əks halda onun su yollarını kəsəcəklərini bildirirlər. Hüseyn təslim olmur və Yezid tərəfdarları su yolları bağlayırlar. Bir neçə gün sonra suyu tükənən Hüseynin qarşısında iki yol vardı. Təslim olmaq ya da savaşmaq. Hüseynin tərəfdarlarının sayı cəmi 72 nəfərdir. Qarşılarında isə 30 minlik ordu vardı. Ancaq buna baxmayaraq döyüşərək ölməyi seçirlər. 10 oktyabr 680-cı ildə iki tərəf arasında döyüş başlayır. Hüseyn başda olmaqla 72 nəfər şəhid edilir. Bu hadisədən sonra Əməvilərə qarşı düşmənçilik, Həzrət Əli və övladlarına qarşı isə sevgi daha da çoxalmağa başlayır. Hüseynin nəvəsi Zeydiyyə isə bunu bir məhzəb halına gətirərək şiəliyin əsasını qoyur.